Bir daha hər birinizi xoş gördük və burada olmağımıza görə şadam bu webinarda hər birinizi gördüyüm üçün. Bugünkü webinarımız mən ekranda paylaşacağım, görəcəksiniz. Bugünkü webinarımız bizim oyanış mövzusu ilə bağlıdır. Yəni oyanış nədir və oyanış necə baş verir? Oyanış yaşadıqda nə etməlisən? Ümumiyyətlə burada bir şeyə etiraf eləyəcəm. Heç kim də yanlış anlamasın. Və sonda da nə suallarınız olsa mütləq şəkildə o suallarınızı verərsiniz. Mən indi ekran paylaşım eləyirəm sizlər üçün. Çünki hələ ki bu hazırladığım PDF-i görsəz daha yaxşıdır. Baxın əziz dostlar. Hal-hazırda mənim webinar üçün hazırladığım PDF-i görürsüz. Bir şey etiraf eləyəcəm ki, webinarda süni intellektdən istifadə eləmişəm, amma nəyə? Şəkilləri düzəltməyə. Amma digər nə yazılıbsa, bunu özüm yazmışam təbii ki. Burada da gördüyünüz kimi suallar var. Oyanış nədir? Oyanış necə baş verir və oyanış yaşadıqda nə etməlisən? Düzdür, biz oyanış barədə çox suallar mən bura yazıb doldura bilərdim və çox geniş danışarıq. Bəlkə də saatlarla danışarıq, amma onu da eləmək olmur. Hissə-hissə gedəcəyik inşallah. Gəlin bura. Oyanış nədir məsələsinə? Oyanış nədir? Mən bunu hər hansısa bir nəzəri termin olaraq yazmadım ki, özüm necə bunu hiss edirəmsə, onu yazmaq istədim. Oyanış varlığın, yəni insanlar sözünü əvəz edirik burada. Çünki bir şeyi anlamalıyıq ki, biz insan da olsaq, biz bir varlığıq. Varlıq təkcə bizim görmədiyimiz, gözə görünməz məsələlər deyil. Bizim özümüz də bir varlığıq. Oyanış varlığın zehin oyunundan çıxması, ruhunun dərinliklərindən gələn bilgiləri qəbul etməsi, həqiqətləri anlaması, bu günə qədər ətrafında baş verənlərin illüziya olduğunu anlaması və baş verən hər şeyin sadəcə oyunun bir parçası, bir məhdudiyyət olduğunu anlamasıdır. Tamam, əla. İndi mənə baxırsınız. Baxın, ümumiyyətlə oyanış insanın özünə dönməsidir. Yəni sənin artıq həqiqəti anlamağındır. Bu günə qədər çünki sən hər səhər yuxudan oyananda keçərdin güzgünün qarşısına, məsələn, baxardın ki, bir gözümü təmizləyim, əl üzümü yuyum, görüm makyajım məsələn yerindədirmi, indi bu xanımlarda çox vaxt olur və yaxud da ki, saçım necədir, qaşım necədir. Ümumən insan bədəninin təbii ki, görünüşünə yəni baxır. Yeni insanda bu baş verir də təbii ki. Çünki bizim bədənimiz bizdən nə istəyir, biz biraz ona yönəlirik. Amma artıq bir insan oyanış, yəni fərqindəlik yaşayandan sonra keçəcək nəyə? Ruhum mənlə nə istəyir? Bax, bu mövzu keçəcək. Həmişə biz bədənimizin səsini dinləmişik. Bədən deyir ki, get duş qəbul elə. Bədən deyir ki, bu günlərim sən bir makyaj elə və yaxud da filan bir şey elə. Amma ruhumuz bizdən nə istəyir? Artıq oyanışda biz başlayırıq bu məsələnin üzərinə düşməyə. Və bir müddətdən də sonra artıq ətrafda, bəli, müəyyən bir şeylər insana maraqsız gəlməyə başlayır və həqiqətən də ətrafda baş verənlərin illüziya olduğunun fərqinə varırsan. Biz orada, mən bax, burada nə qeyd eləmişəm? Qeyd elədim ki, oyun məsələsi. Mən indi sizdən buranı bölüşürəm. Oyun dediyimiz nədir? Həyat özü bir oyundur. Bu oyunun sahibi Allahdır. O oyunu oyunun qaydalarına uyğun oynamaq lazımdır. Mən özümdən bu həyata oyun demirəm. Əziz və dəyərli ruhlar, insanlar. Bu, təbii ki, 4 kitab var. Mən indi dini mövzuya keçməyəcəm, amma gələcəkdə dini mövzu ilə də bağlı, spirituallıqla dini mövzunu əlaqələndirməklə bağlı bir webinar verəcəm. O artıq dərin olacaq bilgilər orada. Allah da nə deyir Quranda? Deyir ki, bu həyat bir oyundur. Ona görə də biz bu həyatı artıq oyun olaraq görməyi bacarmalıyıq. Bu oyununsa sahibi, yiyəsi kimdir? Allahdır da. Bu oyununda öz qaydaları var. Mən burada yazmışam ki, məsələn, futbol oyunu. Niyə futbol oyunu yazmışam? Səbəb nədir? Baxın, hər biriniz futbola baxmasaz da, amma görmüsünüz də, yəni bu oyun necə olur. Futbolda 22 dənə oyunçu olur və bir dənə top olur. Düzdür? Baxın, burada bir topun olması, bunun özü bir məhdudiyyətdir. Bu, mən dostlarımla danışırdım, onlarla da bu söhbət elədim, görüntülü danışanda.
Bir topun olması bu oyunun məhdudiyyətidir. İndi gəlin düşünün ki, futbola maraqla baxırıq, hər iki tərəf mübarizə aparır. Bir dənə top ortadan götürülür, hər bir oyuncuya bir dənə top veriləcək və olacaq ümumi ərazidə, meydançada 22 dənə top. Bu oyunun bir marağı olarmı? Heç bir marağı olmayacaq. Demək, oyuna maraq qatan nədir? Məhdudiyyətin olmasıdır. Bu dünya da bir oyun olduğu üçün, bu həyat bir oyun olduğu üçün, bu həyatın o oyun hissəsi ki var, oyunun özü var. Burada məhdudiyyətin olması da elə bu həyat oyununun özünü daha maraqlı edir də. Amma biz bəzən o məhdudiyyətlərə necə yanaşırıq? Başımızı az qala divara çırpaq, oturaq, ağlayaq, üzülək. Bəli, mən sizi anlayıram. Bu olur belə hallar. Bu hamıda olur. Hamının həyatında mən bu gün burada çıxıb deyə bilmərəm ki, baxın əziz insanlar, mən spiritualistəm, mən filan təlimləri almışam, mən öz üzərimdə çalışıram, məndə problem yoxdur. İnsan gələr reallığı etiraf etməyə bacarsın. Bəli, məndə də müəyyən ilişmə nöqtələri olur. Fərqimiz nədir bəzi insanlarla? Sən onu problem olaraq görüb böyüdüb şişirdirsən, mən ora toxunsam belə bir yerdə anlayıram ki, bu mənim xeyrimədir. Yəni, məsələn, həyatda bir insan gəlir sənin qarşıva çıxır, səni sözü ilə incidir, elədiyi hərəkətlə səni incidir, xətrivə dəyir və s. və ilaxır. Amma burada məsələ nədir? Sən onu anlamalısan ki, bu insan mənim həyatıma gəldi nərdivan rolunu oynamaq üçün. Nərdivan rol. Niyə nərdivan? Bir yerə biz yüksəlib qalxırıqsa, çıxırıqsa, nərdivan qoyub qalxırıq da ora. Bu adam da mənim üçün yaxşı mənada nərdivan rol. Bunun bu tərəfini anlayandan sonra sən bir az sakitləşəcəksən. Buna görə narahat olmayın. İndi növbəti dəqiqələrdə də daha çox açıqlayacağam. O yanlış necə baş verir? İkinci sualımız. Hər bir varlığın, yenə də deyirəm, qarışdırmayın, varlıq sözünü mən insan sözü ilə, yəni eyni tuturam. Çünki bir daha deyirəm, insan olsa da biz bir varlığıq. Hər bir varlığın özünə məxsus bir yolu var. Niyə mən bu sözü burada deyirəm? Çünki çox insan götürür, məsələn, Rüfədə baxırsınız, deyirsiniz ki, Rüfədin yolu budur, mən də belə gedim, bu düzgün bir şey deyil. Hər kəsin öz proqramı var, öz yolu var. Bunu heç vaxt qarışdırmayın. Hər bir varlığın özünə məxsus bir yolu var. Bu oyanışa gəlmək yolu hər fərddə bir başqa cür olur. Amma nə olursa olsun bu proses başlayacaq. Proses başladıqdan sonra isə geri dönüş yoxdur. Bu söz sizi qorxutmasın, yəni geri dönüş yoxdur sözü. Bir dəfə dinlətdim, o nə demək deyim, elə şey olar. Dedim, olur, niyə olmur ki? Çünki sən artıq illüziya aləmindən çıxandan sonra o mənada geriyə dönüş yoxdur. Yəni, sən artıq buranı dəyişə bilməyəcəksən. Nə qədər eləyirsənsə elə dəyişə bilmərsən. Hər şeyin bir illüziya olduğunu sən artıq anlayacaqsan. Ona görə deyəm ki, geri dönüş yoxdur. Ruhun artıq o yola başladı. Və çünki nə olursa olsun, sən o dağın başına çıxmalısan, qalxmalısan. İstəyərsən sən o dağı dolana-dola qalxarsan, istəyərsən sürünərək qalxarsan, istəyərsən də normal vəziyyətdə qalxacaqsan, amma ki, sən ora qalxacaqsan, burada tutduğumuz o dağ məsələsi nədir? Bizim ruhumuz, yəni bu enerji, bu zərrə, Allahın bir parçasıdır. Niyə Allah bizə deyir ki, mən sizə şah damarınızdan da yaxınam? Biraz bu sözümü bəlkə siz yanlış anlayasınız. Hər bir insan əslində yarı Allahdır. Yarı Allah, tam yox, yarı Allah. Çünki tam Allah kün fəyəkundur, yəni ol dedi və oldudur. Biz ol deyəndə olacaq, eləyə biləcək biri deyilik. Biz niyyət eləyərik Allahdan, o onu bizə verər, deyir, verdi nemətdir, vermədi hikmətdir. Biz hər birimiz yarı Allahıq ki, onun axı enerjisi zərrəsini bu bədəndə daşıyırıq. Allah bizə şah damarımızdan da yaxındır. İlk proses hər hansı bir silkələnmə ilə başlayır. Bu silkələnməyə nələrə aiddir? Ölüm, bax məsələn, çox insanlarda nə olur? Ən yaxınını itirmək olur və yaxud da ki, ölüm prosesi baş verir və yaxud əlində nəyisə itirir, pul itirir, maşın itirir, maddiyyat və s. və ilaxır nəsə itirməklə başlayır. Nəsə bir ayrılıq prosesi olur, nəsə qorxulu bir proses yaşayır və s. Yəni, hərədə bir proqram olduğu üçün hər kəs bir yolla gedir. Məsələn, mən bu yola gəlməyim, ta ki, bir neçə il bundan əvvəl mənim üzərimə bir nəfərin negativ enerjini yönləndirməsi ilə olmuşdu. Yəni, mən onda ayırmışdım.
Mən özüm düzdür öz həyatımı bu barədə çox danışmıram, amma indi burada sizə deyim. Və hər kəs bir keçid dövrü yaşayır. Amma nə olursa olsun ən əsası verəcəyin reaksiyalardır. Bax, bu cümlə sizə zarafat gəlməsin. Ha, bu cümlənin altında çox şeylər yatır. Nə olursa olsun ən əsası verəcəyin reaksiyalar. Yəni, məsələn deyək ki, sən lap öz sahəmdən deyirəm. Qoyun öz sahəmdən deyim ki, sizə daha aydın olsun. Məsələn, mən terapiya ilə məşğulam, şuuraltı ilə məşğulam, deyək ki, yaşam koçu və s. və ilaxır, spiritual terapevtdən, bioenergoterapeftdən, hər nəysə də, yəni hər nəyə mən rüfətəm. Mən olar ki, internetdə məsələn deyə baxaram hər hansısa bir canlı yayımlara və bir terapist görərəm orada, o məndə deyək ki, bir qıcıq yaradır. Məsələn, baxıram ona, əsəbləşirəm, nəyisə onun mənə narahat eləyir. Burada mən öz ego tərəfimə və yaxud da ki, qaranlıq tərəfimə yüklənsəm ki, bu niyə belədir, bu nəyə görə bu cür danışır, bu cüyə nə deyə, bu özünü nə hesab eləyir ki, düşüncəsində olsam, mən artıq inkişaf eləyə bilmərəm. Amma mən ona baxanda qıcıqlanmağım normal bir haldır. Yəni, bu ola bilər. Niyə ola bilər? Çünki onda olub da məni narahat eləyən ki, məndə də olan bir şeylər var ki, o məni narahat eləyir. Məsələn, bir insanın çox gülərüz olması, deyək ki, məni narahat eləyirsə, demək məndə gülərüzlü ilə bağlı bir proqram var. İndi verəcəyin reaksiya nədir? Əsas məsələ. Mən oturub rüfət olaraq düşünsəm ki, tamam, mən Əli, Vəli, Pirvəli, X bir adama baxdım. Bu, məndə narahatçılıq yaratdı. Hə, məndə bu hansı proqramı tətiqləyir? Bu, mənim özümdə qəbul edə bilmədiyim hansı tərəfimdir, düşüncəsində olsam və onu tapıb həll eləsəm, bəli, mən inkişaf eləyəcəm. Amma yox, öz əsəbimə, aqressiyama, hərəkətlərimə mən yiyə çıxa bilməsəm və yaxud da ki, burada bir şey də var, insanların çoxu bastırmağı seçirlər. Yəni, hisslərini bastırırlar ki, güya ki, baxıram, əsəbləşmirəm, vecimə deyil falan, amma içində bir yerlərdə o qıcıq var axı. Bax, bu düzgün bir şey deyil. Məsələn, Osho'nun Emosiyalar kitabını oxusaz görərsiniz ki, Osho orada gözəl bir taktika irəli sürür ki, kiməsə əsəbləşirsinizsə, gəlin otağa girin, qapını bağlayın, yastığı qoyun qabağınıza, elə bilin ki, odur. Söyün, təhqir edin, vurun, döyün. Bunu bilsiz nə mənada deyir? Sənin o emosiyaları daxildə saxlamağın birincisi bədənivi lazımsız enerji ilə yükləməyindir. İkincisi bədənində xəstəliklər yaradacaqsan, bədənin şişəcək və vurub bütün enerji nöqtələrin olsun da sənin əsas 7 çakran olsun, ki, mən çakraları keçməyəcəm, o da dərin mövzudur. Sadə bildiyiniz 7 çakra məsələsi deyil əslində, o dərin bir mövzudur. Amma orada kiçik bir şeyə toxunacaq. Çakralar da məsələn deyək ki, hansısa zədələnəcək, nə mənada? Yaxşı mənada zədələnmək deyirəm. Bu, biraz məcazi mənada bunu deyək də. Bloklanma yaranacaq və sonra artıq gəlində işin içindən çıx ki, çıx. Yəni, biraz artıq özün elə bir ki, yükünü böyüdürsən. Tamam. Və burada bir şəkil var. Xahiş edirəm bu şəkilə diqqətlə baxın. Oyanış prosesi yaşayanda, mən bir balaca bunu yaxınlaşdıracağım. Bax, bura. Bilmirəm, indi nə qədər görə bilirsiniz, mən də əlimdən gələni eləmişəm. Oyanış prosesi yaşayanda, burada baxın, yuxarıda nə yazılıb? Ətraf mühitdə baş verənlər. Ətraf mühitdə baş. Bu çox insanın yaralı nöqtəsidir, dəhşət. Fikir versəz şəkildə, bax, bir adamdır, artıq çöküb və köhnə həyat, yeni yol və burada yazılar var. İndi siz görməsəz də mən deyim, heç kim anlamır, güvən yoxdur, yalnızsan, dəyişirsən, səni başa düşmürlər, qarşıdırlar hər şeyə. Bu, ətrafda gördükləriniz, bax, sizin ətraf mühitinizdə baş verənlərdir. Bunlar sizin ailəviz, dostlarınız, ən yaxınlarınız da ola bilər. Çünki biri gəlib sənə deyəcək ki, sən artıq dəli olmusan. Sən bu nədir, əvvəl belə deyildin, indi ki, sən ağıllısan, nə cic işlərlə məşğulsan, nə gəldi deyəcəklər, ən əsası da elə ailə üzvlərimiz də bunu sizə deyəcəklər. Bunun səbəbi nədir? Bu əslində dərinliyini etsək, bu Matrixin bir oyunudur. Yəni, bu yaradılışın bir oyunudur, idarə olunmanın bir oyunudur, belə deyək. Məsələn, Matrix filminə baxsaz, deyək ki, orada Neo var başrolda və
Ne onu fikir verirsiniz, kostyumlu, qalstuklu insanlar qarşısına çıxırlar, mane olurlar. Bunlar bilirsiniz nədir? Bax, onlar həmin o kinodakı obrazı əslində sənin şuur altının hər hansısa negativ inanclarıdır. Sənin ətrafındakı sənə mane olmağa çalışan, bilmədən dostlarındır, ailə üzvlərindir, yaxınların və s. və ilaxır. Çünki sən bir oyanışı artıq yaşayırsansa və fərqindəliyin artırsa, ətrafdan sənə o təsirlər %100 gələcək. Gözləmə ki, bütün ətraf gəlib səni qucağına alıb aparacaq ki, get kef elə. Sən düz yoldasan. Belə bir şey yoxdur. Bu sizin əslində beyninizin oyunudur. Çünki beyin bir komfort zona yaradır və sizi olduğunuz vəziyyətdə beyin təhlükəsiz olaraq görür. Olduğunuz o durumda. Sən artıq olduğun o durumu başlayırsan axı dəyişməyə. Sənin şuuraltın onu təhlükə olaraq görür. O anlamır sən düz eləyirsən, səhv eləyirsən. O öz işindədir. Qoy düz eləyir, səhv eləyirə baxmır. O görür ki, sən bütün günü bu vəziyyətdə oturursan, bax belə. İşte sənin üçün bu vəziyyət əladır, rahatçılıqdır. Durmaq istəyir, deyəcək durma. Onsuz da oturmuşsan da rahatsan. Durarsan birdən yıxılarsan, ayağın burxular. Bu kimi fikirlər yaradacaq və sənin şuuraltın sənə bunu qoymayacaq eləməyə. Və belə vaxtlarda bu insanlar, görürsünüz, başını tutub bu adam oturur. İndi sağ olsun, bunu süni intellekt mənim üçün düzəldib, yazdım prompt ki, belə bir şey hazırla. Bu vəziyyətdə adam oturub artıq fikirlidir. Neyniyim, necə eləyim, başını itirir. Çünki ətrafda var idi 5 dənə dostu, indi o 5-i də qalmır. Ailə idi, ailə düşüb buna dəli kimi baxır. Qalır belə ki, mən necə eləyim? Adam oturub düşünə-düşünə qalır. Və ailə mühitində baş verənlər, bax, bu şəkildə baxın, ailə mühiti. Bax, ailə deyir, dəli olmusan, sən üzündən başımızı əydirəcəksən, sən bizim başımızı aşağı edəcəksən, biri oradan deyəcək, bax, nə hala düşmüsən, heç kim səni anlamır, çünki sən normal deyilsən. Şəxsən mən öz həyatımı demişəm. Bu yola başlayanda mənim öz valideynim, yəni atam, mənə deyirdi ki, sən dəli olmusan, da get falçılıq edirsən sən, bu nə işdir sən tutursan? Yəni, mənə bunu deyirdi. İndi, burada insan o təsirə düşüb dayanada bilər, təsirə düşməyib həyatını davam edə bilər. Burada artıq sizin özgür iradəniz var. Yəni, niyə burada özgür iradədən söhbət gedir? Baxın, Allah Quranda da deyir ki, biz sizin qədərinizi və taleyinizi sizin əməllərinizə uyğun qıldık. Yəni, mənim bu gün verdiyim qərarlar, hamısı mənim taleyimi, qismətimi bəlirləyir. Yəni, mən bu günlərim deyək ki, bu webinara siz qoşula da bilərdiniz, qoşulmaya da bilərdiniz. Qoşulub hər hansısa bir bilgi ala da bilərsiniz, almaya da bilərsiniz. Amma burada almağın və ya almamağın sənin sabahı və bundan sonraki məsələlərə təsir göstərəcək, əziz insanlar. Ona görə də həyatınız sizin əlinizdədir, öz seçimlərinizi özünüz eləməyə bacarmalısınız. Bəli, burada valideynlər ki, sənə onu eləyirlər, ha, bax bu şəkildə gördüyünüz mənzərəni. Buna görə valideynləri, ailə üzvlərini qətiyyən günahlandırmaq olmaz. Onlara aqressiv, əsəbi yanaşmaq olmaz. Çünki unutmayın, hər bir insanın ən böyük ustadı onun valideynləridir. Bu həyatda mənə çox sağ verirlər. Sizin ustadınız kim olub falan, canlı yayınlarda. Bir şey bilin ki, bu hamımıza aiddir. Ən böyük ustad bizim valideynlərimizdir. Çünki bizim valideynlərimiz bizi o yetişdirirlər. Bizi, bax, bu cür deməkləri ilə bizi yeni bir versiyaya əslində hazırlayırlar. Amma biz həmin vaxt onu görə bilmirik, bu şəkildəki vəziyyəti görə bilmirik. Vay o günə ki, insan götürür, ailə üzvlərini günahlandırar ki, siz bunu belə eləcəkmədin, məsələn, dedilər, Allah canınızı sağ eləsin, öpürəm sizi, çox sağ ol, amma mənim öz bildiyim yol var, mən ondan gedəcəm. Hə, əgər bir insan o bildiyi yolla gedə bilmirsə, burada artıq onun qorxuları başlayır üzə çıxmağa. Yəni, tək qalmaq qorxusu, tənha qalaram, hamı məndən əl çəkib gedər, depressiyaya düşərəm. Bu artıq şuuraltı proqramlardır, əziz insanlar. Bunu da həll eləmək lazımdır ki, bu yolda olan hər bir insana mənim məsləhətim odur ki, təbii ki, yaxşı olar ki, çünki mən elə eləmişəm. Mən öz başıma oyanış prosesini yaşasam da, mən özümə mentor tapmışam, məni yetişdirib.
Bunu mən etiraf eləyirəm və buradan da həmin müəllimə təşəkkür edirəm ki, mənim heç o müəllimim internetdə sferada yoxdur. Həmin o ilk müəllimimlə söhbət gedir. Daha sonra gəlir dostların mühiti. Dostlarımız, fikir verin, burada bir səhv eləmişəm ki, gərək şəkilləri biraz deyərdim, aydın tonda eləsin, da neyim. Dostlar başlayacaqlar lağ etməyə. Güya sən ağıllısan, e, gedib yenə nələrə qoşulmusan. Dostlarımız sənə deyəcək, sən bunu dəfələrlə, onsuz da sən həmişə bir şeylərə addım atmaq istəmirsən, edə bilməmsən də, yenə cici şeylərlə məşğulsan. Dostlar başlayacaq neynəmək? Sizlə deməyə, gülməyə, üzr istəyirəm ifadəmə, biraz məzələnməyə. Daha sonra gəlir ətraf mühitə uyğunlaşa bilməmək. Baxın, burada stol arxasında iki xanım, iki oğlan var. Bir də bu ortada oturan bir fiqur var. Kefsiz vəziyyətdə bu formada oturub, amma o birilər deyir ki, burada bu dərin proqramdır əslində. Niyə dərin proqramdır? Çox vaxt yeni oyanış yaşayan insanlara dostları zəif olur. Məsələn, filan kəs, biraz da mənə baxın, hələlik bunu saxlayım. Filan kəs hardasan, gəl gedək, məsələn, oturaq kafeyə, filan yerə edək, oturaq yeyək, içək, bəs istirahət edək ki, həmişə də sənin getdiyin yer olur, baxı. Amma bu dəfə içindən getmək keçmir axı. Nəsə yox deməlisən də gəlmirəm. Deyə bilmirsən. Deyə bilmirsən və gedirsən ora. Ora sən gedəndə artıq o stolda gördüyünüz şəkildəki kimi insan başlayır sıxılmağa. Əvvəllər gedərdin, deyərdin, gülərdin, hamı danışardı. Amma indi sən sıxılırsan. Çünki beynin ora uyğunlaşa bilmir. Görürsən ki, bunlar bu söhbətin nəyinə gülürsən və yaxud da ki, burada maraqsız söhbət gedir axı. Yəni, hər hansı bir qeybət olsun, kimisə arxası danışmaq olsun və yaxud da ki, mənə aid olmayan bir söhbət gedir. Artıq mən ora uyğunlaşa bilmirəm. İndi bu niyə dərin mövzudur? Özünü məcbur bilib ora gedirsən, burada sənə nə göstərilir? Yox deyə bilməməkdir sənin dostların sənə göstərirlər. Burada da dostlarına təşəkkür etməlisən. Ümumiyyətlə bir şey anlayın. Bu yaradılışda sistemdə heç nə boşuna deyil. Heç nə. Qarşınıza kim gəlsin, kim çıxsın, fərqi yoxdur. Hamının sizin həyatınızda bir xidməti var. Heç kimlə boşuna qarşılaşmır. Hətta bu yolda inkişaf edən insanlar belə. Bilməm, Mevlana Cəlaləddin Rumi kinosuna baxmışsınız, orada baxsaz görərsiniz ki, orada belə bir cümlə var ki, deyilir ki, deyir, tələbə hazır olanda müəllim gəlir. Yəni, sən hazır olanda sənə bir şeylər gələcək. Sən hazır olmazsan, sənə heç nə gəlməz. Bunu bil. Və indi mən yenidən ekran paylaşımı eləyirəm. Burada oyanış yaşadıqda nə etməlisən? Bax, şəklə baxın. Şəklin gözəlliyinə baxın. Bax, bir insan əlləri qəlbində şükür eləyir. Ətrafında artıq ona gülən, lağ eləyən, onu qınayan insanlar yoxdur. Düzdürmü? Görün bu insan nə qədər xoşbəxtdir. Və oyanış yaşadıqda nə etməlisən mövzusu. Gəlirik bura. Kənar səsləri sustur. Bunları açıqlayacağım. Özünə fokuslan. Günahlandırma rejimindən çıx. Hər hadisədən dərs çıxar. Nifrəti kini burax. Qarşına çıxan hər kəsi güzgü olaraq gör. Geriyə dönüb baxma. Nəzarəti burax. Xilaskarlıq rolundan çıx. İndi şıx yazmışam, səhv yazmışam. Karma və səbəb nəticə əlaqələrini öyrən. Əslində mən bu PDF-i verəcəm sizə, narahat olmayın. Paylaşaram qrupda, kim istəyə götürər. Əslində mən buranı yazıb doldurardım. Çox şeylə yəni yazıb doldurmaq olar buranı. Amma neyə? İndi bizim də qısıtlı vaxtımız var, çox böyük bir zaman yoxdur. Amma istəyirəm ki, müəyyən bir şeyləri sizə deyim ki, əziz insanlar, oyanış yaşayandan sonra mən sizə bax, indi bunu deyəcəm ki, oyanış yaşayanda necə yanaşmalısan, nə etməlisən? Tamam. Mən 8-də ilişib qalmışam. İndi yollarını sizə deyəcəm. Baxın, oyanış yaşayırsansa, sən artıq dediyim kimi fərqindəliklərin başlayır açılmağa. Artıq hər şey sənin üçün olur qəribə. Qəribə olmağa başlayır. Və
Sən bu yoldasansa, ilk öncə hər şeyi bir kənara qoyub özünə fokuslanmalısan. Yəni, məsələn, mən yeni başlamışam, özümə fokuslanıram. İndi mənə deyən olmamışdı. İndi mən ki sizə bunları deyirəm. Biri var ki, bax, ailə sizə oradan təsir eləyəndə qıcıqlanasınız, əsəbləşəsiniz. Çünki əsəb frekansı, qıcıqlanma, aqressiya insanı aşağı salır. Bunu bilin. Olmaz. Qətiyyən olmaz. O insana çox zərər yetirən bir şeydir. Deyək ki, bax bu mərhələni anlayın ki, valideynlər mənə hə, tamam, bax sual verin burada. İstər dostlarınız olsun, istər tanışlarınız, istər ailə üzvləri olsun, sual verin ki, bu prosesi mən niyə yaşayıram? Burada mənim öyrənməli olduğum nədir? Bax, bu sualı verin özünüzə. Ən əsası, indi ilahi şuur səviyyəsinə insan qalxdıqca, çatdıqca, ki, ilahi şuur səviyyəsi çatmaqda fərqli bir mövzudur əslində. Qalxdıqca, çatdıqca insan artıq niyə başıma gəldi sualını vermir. Artıq o sual verəcək ki, mənə bunun faydası nədir? Amma ilk əvvəllərdə sən sual verirsən ki, niyə mənə başıma bu gəlir? Bu istər dostlarınız tərəfindən olsun, istər kim olsun, fərqi yoxdur. Ola bilər ki, belə insanlar əvvəlki işlədikləri yerdə də sıxılırlar, əvvəlki kimi ola bilmirlər. Sən nə eləməlisən? Sən özünü başlamalısan dəyişməyə. Dəyişmək üçün də bu gün bəli, insanlar canlı yayınlara daxil olurlar, dinləyirlər, seminarlar, vebinarlar dinləyirsiniz, qulaq asırsınız. Çox gözəl bir şeydir. İndi hərə bir mövzu danışır, düzdür. Da mən anlayıram sizə ki, hər kəs bir şey danışır. Amma sənin ən əsası verdiyin öz qərarlardır. Ümumiyyətlə, burada əgər oyanış yaşayırsansa sən, ruhundan gələn bilgilərdir bu, bunu qəbul eləməlisən. Və bu sualları verə-verə sən özünü inkişaf elətdirə bilərsən. Dini inancına uyğun olaraq. Öz inanc sistemindən çalışmalısan. Yəni, məsələn deyək, meditasiya eləmək istəyən meditasiya eləyir, namaz qılmaq istəyən namaz qılır. İndi kimin inancı nəyədirsə, ona doğru gedir. O inancdan getsin. Yəni, baxmayın ki, Rüfət bu yoldadır. Rüfət namaz qılır. O qılmırsa mən də qılmayacağam. Qılacaqsa qılacaq. Hər kəsin bir düşüncəsi var. Hər kəsin bir inancı var. Sən nəyə inanırsan, ona uyğun da hərəkət etməlisən. Və bu yolda siz sonunda fərqli-fərqli fikirlər eşidəcəksiniz. Bəli, mən sizə anlayıram. Bilməyəcəksiniz ki, hətta mən nəyi necə eləyim? İndi bu buradan A hərfi burada bunu deyir, B hərfi burada bunu deyir. Mən hansını seçməliyəm? Hansını seçmək deyəndə ki, bax, sizin öz daxili səsiniz var. Ha, siz onu eləməlisiniz, ona qulaq asmalısınız, onu dinləməlisiniz. Ən gözəl də budur. Siz onda inkişaf eləyəcəksiniz. Və bu yolda siz addımlayandan sonra ki, bu artıq bunun mərhələləri var, biraz oyanışın ağır mərhələləri də var. İndi mən o barədə hələ ki danışmayacağam, çünki bu gün çox da oranı yükləmək istəmirəm. Məndən sizə bir məsləhətim odur ki, tamam, seanslar alın, özünüzü inkişaf elətdirin, amma özünüzə bir dənə sual verin. Mənim ruhum məndən bu sahəni dərin öyrənib, kimlər üçünsə, insanlar üçünsə işləməyimi seçir, yoxsa mən, məsələn, sırf özümü inkişaf elətdirmək üçün bunu seçməliyəm, yəni seçməliyəm. Bunu özünüzə sual verin və çalışın ki, bu yolda hər birimizin, çoxlarının uzaq durduğu, qorxduğu bir şeylərdir, mentorunuz olsun. Mentorunuz olmalıdır. Nəyə görə olmalıdır? Demirəm, siz inkişaf edə bilmərsiniz. Əstağfurullah. Eləyərsiniz. Amma mentorunuzun olmağı sizə o yolu göstərməsidir. Bilirsiniz, reallıq budur ki, bəzi şeylər var ki, onları nə belə webinarda, yəni onlayn qaydada nələrsə çox izah eləyib, hamısını aşılamaq olmur. Hərənin bir proqramı var. Oyanış hamıda ağrılı keçir. Ağrılı niyə keçir? Çünki özünlə üzləşirsən. Baxın, çox adamın bugün problemi nədir? Mən oyanış yaşayıram, təkliyə çəkildim, tək qaldım. İndi mən neyiniyim? Tək qaldım, lap əla, lap gözəl. Bu günə qədər Allahın huzuruna getmedin, indi Allah səni huzuruna çağırır da, deyir, ey bəndəm, gəl. Gəl görüm yanıma. Görürsən, heç kim qalmadı yanında. Gəl mənim huzuruma. Və sən artıq tək qalırsan, gəlirsən Allahın huzuruna və ondan danışmağa. Artıq daxili ilə, özünlə başlayırsan danışmağa.
Danışdıqca sən özünlə üzləşirsən deyə bu sənə ağrı verir, acı verir. Çünki beyin bir yandan deyir ki, yox, eləmə, sən buradan ruhun deyir ki, yox, elə. Ortada qalmısan, neytralda bilmirsən ki, necə eləyəsən. Buradan o səni incidir, oradan o səni incidir. Qalırsan belə ki, mən neyniyim? Ruhumun səsini dinləməlisən. Ruhumun səsini dinlə, bu sənə ağrı acı versə də döz. Bir şeyi anlayın ki, bu ağrı acı sənin inkişafın üçündür. Üzr istəyirəm. Niyə? Ağrı acı gözəl bir şeydir. Məryəm İsa'ya yəni hamilə olanda, eşitmisiniz yəqin ki, bu əhvalatı mı deyim, olmuş bir hadisə mi deyim. O gəlir ağrısı tutur hamilə ola səhv eləmirəmsə və xurma ağacının altında oturur, orada xurma yeyir. Bax, Məryəmi xurma ağacının yanına gətirən onun ağrıları oldu da. Nə oldu ki? Onu o bolluğa gətirdi, onu o meyvəyə gətirdi. O gördünüz necə yanaşdı. Ağrısı onu gətirdi. İndi siz də bu gün anlamalısınız ki, yaşadığınız bu hadisələr, bu sizə ağrı, acı versə də, bu sizin inkişafınız üçündür, əziz insanlar. Sən problemə baxdığın üçün o problem var. Yəni, baxış bucağı. Təsəvvür edin, bax, məsələn, deyək ki, bir dağın, dağ deməyək də, bir çıxmışsınız yuxarı hündür bir mərtəbəyə və oradan şəhərə baxırsınız və yaxud da ki, bir mənzərəyə baxırsınız. Siz o mənzərədə nəyə fokuslansınız, onu görəcəksiniz. Məsələn, keçən maşına fokuslansınız, maşını görəcəksiniz. Gözəl, Allahın yaratdığı o gözəlliyə fokuslansınız, Allahın o necə gözəl yaratdıqlarını başlayacaqsınız görməyə. Allahın o tərəfi, yəni o üzünü görəcəksiniz. Unutmayın, hər bir insan Allahın bir fərdidir, yəni Allahın bir üzüyük. Kinli, məsələn, insanlar var, əsəbi insanlar var. Allah onları da sevir. Çünki Allah o əsəbi insanda, kinli insanda, yaxşısında, pisini də Allah sevgi ilə yaradıb. Ümumiyyətlə bu həyat bir növ necə deyək, 0-1 üzərində qurulub. Yəni, müsbət mənfi, eril dişil, günəş ay, yaxşı, pis, xeyir, şər, ağ, qara. Bugün siz deyirsiniz ki, mən həyatımda bu sarsıntını yaşamayayım. Çox insan dibə düşür. Normaldır, düşün dibə. Dibə düşməsən, yüksəkliyin qədrini bilməyəcəksən. Gəlin, məsələn, baxaq. Vaxtı ilə Yusif Peyğəmbər quyudaydı. Düzdür? Və o dönəmində o düşünərmiydi ki, məsələn, gələcək Misirdə o vəzifələrə gəlib çıxacaq? Yox. Amma quyudaydı, Allah onu sınadı və haralara gətirib çıxartdı. Sınağa pis bir şey kimi baxmayın. Bu gün biraz bu kişi kollektivində var, indi bilmirəm, qadınlarda var ya yox, biraz o kişilərdə belə nə var idi? Təzə kimsə özünə dost tapanda, dostluq eləyəndə gecə 3-də yığırdı ki, üzr istəyirəm, yetim, vəziyyətim pisdir, dur gəl özünü çatdır da. Güya indi bu kişi öz aləmində onu yoxlayır. Yəni, insan insanı bu cür yoxlayır, səni Allah yoxlamayacaq. Bəli, Allah bilir. Allah bizim qəlbimizi bilir, düşüncələrimizi bilir. Amma nə olsun ki bilir? Axı bizim şəxsi iradəmiz var. Bəlkə sənin fikrin dəyişər, hə deyərsən. Bəlkə fikrin dəyişər, yox deyərsən. Ona Allah qarışmır axı. Sən özgür iradə verib sənə ki, seçim qabiliyyəti. Sən o seçimi elə. Allah sənin o seçimdə qarışmır, müdaxilə eləmir. Allah sənə, məsələn, 2 variant verir. Deyir, seç. Hansını seçirsən? Bu mənim də həyatımda belə olub. Bu hamının həyatında belədir. İnkişaf eləmək istəyənsə, bu gün məsələn mən tələbə edəcəndə tələbəyə də deyirəm. Deyirəm, bax, mən sənin üçün bunu sunuram. Yəni, mənim sənə məsləhətim budur. Sən özün seç. O seçimi o eləsin. Yəni, mənim dediyimə görə seçməsin. Mən ona sunuram ki, bax, budur. Həyatda hər şey belədir də. Seçimi özün eləməlisən. O şans səndədir. Mən seanslarda da, məsələn, deyək ki, pasiyentli gəlir, deyirəm ki, bax, ala. Mən sənə məsləhət görürəm 3 seans, amma mən sənə paketləri göndərəm. Bəlkə sən görürsən, deyəcəksən ki, mən 5 seanslıq istəyirəm, məsələn. Yəni, seçimlər sizindir. Siz seçməlisiniz. Və öz qərarlarınız olmalıdır. Heç vaxt kiminsə qərarlarından təsirlənməyin.
qərarlarınızı özünüz verin. Bəli, burada çoxları nədən dirənc yaşayır? Ya həyat yoldaşının həyatına onun qarışması ilə, ya e, ailə üzvlərinin ona qarışması ilə. Təəssüflər olsun ki, bu gün bəli, artıq biraz bizim cəmiyyətdə bu oyanış məsələsidir. İnsanların inkişafında ailəni çox belə üzr istəyirəm oyuncaq vəziyyətə gətiriblər. Nə mənada? Çünki əksəriyyəti qadındır və qadınlara deyirlər ki, hə, kişi sənə bezdirirsə get boşanda, sənin axı azadlığın var. Bu da düzgün metod deyil. Mən demirəm boşanmayın ya da gedin boşanın, bunu demirəm. Nəyə görə? Mən sizə burada nəyi demək istəyirəm? Oyanış yaşayırsan, bəli, fərqindəlik yaşayırsan. Unutma. Sənin ruhun onun zamanında həyatını seçib. O adamla sən boşuna ailə həyatı qurmamısan ki. İndi o adamın sənin həyatında rolu başlayır. Ay sağ ol. İndi sən baxacaqsan bu adam mənə deyək ki, bu hərəkət eləməklə mənə nəyi öyrədir? Sən bunu görməlisən də. Mənə manislik yaratmaqla nə edir? Mənə daha da güclü edir. Daha da əzmkar eləyir. Siz bunları görməlisiniz. Atım, çıxım, gedim, bu çıxış yolu deyil. Bir şeydən imtina eləmək çıxış yolu deyil, əziz insanlar, bunu bilin. Bir şeydən imtina eləmək çıxış yolu deyil. Nəyə görə çıxış yolu deyil? Döngü yaşayacaqsan. Yəni, məsələn, səni gəldi bir adam incitdi. Sən orada məni niyə incitdi? Faydası nədir? Dərsini almasan, o adam gedəcək, başqası gəlib səni incitəcək. Və eyni döngünün içərisində olacaqsan. Eyni döngü. Axırda bezəcəksən və deyəcəksən ki, ayda mənim həyatımı niyə belə eləmirsən? Məsələn, o vaxtı bir söz var idi, deyir ki, bəxtimizi yazan mələk sənin nəfs bəxtin var imiş, bir ara elə statuslar var. Deyirə bil ki, mələk oturub bunun üçün şey yazır da burada ki, sən belə olacaqsan, döngənin dönəndə filan şey olacaq. Hər şey sənin öz əlindədir. Qərarlar, Allah sənə bu cür şans verib də, sən nə istəyirsən ki? Məsələn, mən dünən oturmuşdum, səfərimizə dünən iddə, oturmuşdum, mənə informasiya olaraq gəldi ki, webinar ver. Yəqin ki, indi bura qoşulanlarında bu dediklərimə ehtiyac var. Mən bunu eləyə də bilərəm, eləməyə də bilərəm. Elədim, Allah mənə bunun əvəzini verəcək. Eləməyəsiydimsə də ki, daha heç bir şey. Amma eləməliyəm axı. Seçim mənimdir. Burada sizin də seçimləriniz var. Məcbur deyirsiniz ki, qoşulursan ya qoşulmursan. Öz qərarlarındır. Ona görə də sərbəst qərarlarınızı verməlisiniz. İnkişafı sizin əlinizdədir. Mən demirəm, yəni bu inkişaf yolunda kimlərsə ayağınızın altına qoyub qalxmalısınız. Xeyr olmaz. Onsuz da sizin o nərdivan rolunu oynayacaq şəxslər sizin həyatınıza gələcəklər. Buna görə qətiyyən narahat olmayın. Pulla da sınana bilərsən, mənəviyyatla da sınana bilərsən, sevgi ilə də sınana bilərsən. Başa düşürsünüz? Hamısından sən sınana bilərsən. Əsas odur ki, sən bu sınağı necə keçəcəksən. Bax, bu da önəmli olan. Bugün bir dənə də mən bir söz demək istəyirəm ki, ən qlobal, ən yəni pis bir cəhət insanlarda bilirsiniz nədir? Siz istər mən olum, indi qadınsınız da mənə baxıb özünüzü oxşatmayacaqsınız. Kişilər məsələn mənə baxıb belə deyim də, yəni özlərini oxşatmaq istəyirlər. Qadın olaraq baxırsınız, hər hansısa bir blogerin həyatına və yaxud da ki, hər hansısa bir terapistin həyatına, belə deyim də sizə, deyirsiniz ki, mən də belə olum. Yanlışı burada edirsiniz. Onun həyatına fokuslanırsınız. Olmaz. Sizin öz həyat proqramınız var, sizin öz yolunuz var. Siz o yolu getməlisiniz. Onu yaratmayın. Və ən əsası baxdığınız kinolardır, filmlərdir, bunlara diqqətli yanaşmalısınız. Mütləq. Mən webinar bitəndən sonra bir kino var, onun linkini paylaşacağım. İstəyənlər oturub o kinoya baxsınlar. Baxın, çox gözəl bir kinodur. Sırf elə bu fərqindəliyin içərisində olan bir yəni kinodur. Biraz əvvəli maraqsız ola bilər. Təbii ki, artıq anlayacaqsınız ki, orada söhbət nədən gedir. Burada sual var ki, ən asan nərdivan hansıdır? Bəs əslində bunun asanı çətini olmur. Nə mənada asanı çətini olmur? Fərqinə varsan ki, niyə gəlib, nə üçün gəlib? Bunun fərqinə varsan rahatdır, qalxacaqsan. Çətin bilirsiniz nə vaxt olur? Fərqinə varmırsan və buraxmaq da istəmirsən. Çox insanların problemi nə olur? Keçmişi buraxa bilmirlər. Buraxmalısan, ayrılmalısan, uzaqlaşmalısan, amma eləyə bilmirsən. Niyə? Qorxursan tək qalmaqdan.
Qorxursan ac qalmaqdan, qorxursan pulsuz qalmaqdan ki, qorxursan. Amma səni inandırıram, tam da söz verirəm ki, sən mən bir, yəni tanışlar olur da indi deyirsən nəyəsə ki, ay filan kəs, bax bunu belə elə. İndi öz aramızda danışırıq da. Bunu belə eləməsən, əziyyət çəkəcəksən. O onu eləmir və əziyyət çəkir. Bax, bəzən Allah ümumiyyətlə bizlə danışır, insanların dili ilə, təbiətlə, ağacla, rəqəmlərlə, hər şeylə Allah bizlə danışır. Biz onu sadəcə olaraq görə bilmirik. Biz onu görə bilsək, inanın ki, yəni sürətli şəkildə inkişaf edə biləcəyik. Mən bir sözüm var, mən bunu həmişə tələbələrimə deyirəm ki, sən nəticə nədirsə onu əldə edəcəksən. Dəyişiklik eləyə bilirsən zamanda, tezləşdirmək, gecikdirmək. Bu fərqli bir mövzudur. Amma mümkündür. Yəni bir şey tezləşdirmək, gecikdirmək. Tezləşdirmək üçün insanlar gəlib müəyyən vasitələr əl atırlar. Nə bilim, deyək ki, o ritual, nəsə yazdırmaq falan filan bu cür şeylər ki, öz aləmində tezləşdirir. Bunun əksi də var axı kiməsə olunması, bu da onu gecikdirir. Və yaxud da ki, o da tezləşdirə bilər. Yəni fərqinə varmaq lazımdır bir şeylər. Mən indi o tərəfə keçmirəm, o başqa bir mövzudur, buranın mövzusu deyil. Əslində belə baxanda bütün qorxuların kökü ölüm qorxusuna gedir. Ölüm qorxusunu əsas həll etmək lazımdır məncə. Bütün məsələlərin kökü ölümə gedir deyən ki, bəzi hallarda getməyə də bilir Sərxan bəy, amma çox vaxt, əksər vaxtlarda insanların qorxularla işləyəndə təbii ki, gedib ora çıxırlar ölüm qorxusuna, amma ki, orada da müəyyən proqramlar var da, hər qorxu bildiyiniz kimi qorxu deyil. Baxın, qorxu insana xidmət edir. Qorxu insana xidmət edir. Mən bunu dünən də dedim insanlarda, hər dəfə də deyirəm. Qorxu var ki, sənə xidmət edir, qorxu var, sən onun əsirisən. Yəni, qorxun sənə xidmət edəndə səni təmir edən binanın altından keçirir, başına nəsə düşər. Amma sən o qorxunun əsiri olsan, o sənə artıq heç bir şey eləməyə imkan verməyəcək. Ölüm qorxusunun ardında nə var? Ölüm qorxusunun ardına, məsələn, mən pasiyentlərlə getmişəm, orada nə olur? Cəhənnəmə düşərəm, Allaha cavab verə bilmərəm, orada gedirik dini mövqelərə. Günahlarım var, falan filan, bu cür şeylərə gedib çıxılır. Düzdür, mən asan buraxıram. Əvvələ valideynlərimin yoxluğunu düşünmək belə məni dəli edirdi. Yox deyə bilmirdim. Şükür bu cürümə çox sağ olun, doğum güclər mənim bu yolum. Əstağfurullah, mən də öz bilgilərimi istəyirəm sizlərə ötürüm. Mənim sizə bu günlük, bu webinar üçün çatdıracaqlarım bu qədərdir və sonda da bir şeylər demək istəyirəm ki, baxın, dəyişiklik həyatınızda istəyirsinizsə, iki növ insanlar olur. Ya seans alır, özünü dəyişir. Mən demirəm, gəlin məndən seans alın. Maşallah bugün bizim bu platformada olsun, Azərbaycanda olsun, savadlı kadrlar var, savadlı insanlar var, onlardan da seans ala bilərsiniz. Yəni, məni səhv anlamayın, mənim məqsədim burada özümə pasiyent falan şey eləmək deyil. Yəni, kimdən istəyir, seans ala bilərsiniz. Var ki, bu yolda sırf deyir, təlim alım inkişaf edin. Mənim sizə məsləhətim, təlim alırsınızsa, burada da seçim var. Ha, insanlarla mı işləyəcəksən, yoxsa özün üçün istəyirsən? Yəni, məndə təlim var ki, məsələn, deyirəm ki, tələbəyə, diplom sertifikat istəyirsən, o sual verir, niyə? Deyirəm, sən cəmaatdan işləyəcəksənsə, diplom sertifikatın olsun, qanuni işləməlisən. Yox, özünün inkişafı üçün istəyirsənsə, diplom sertifikatı onda ödənişdə də fərq olacaq. Çünki dövlət rüsumu falan hamısı ödənir. Yəni, bu yolda ya seanslar alın və yaxud da ki, təlim alın. Amma nə edirsiniz, özünüzə bu yatırımdır. Bacara bildiyiniz qədər özünüzü necə təkmilləşdirmə məsələsində gələndə meditasiyalar eləyin, inancınıza uyğun nələrsə eləyin, dua eləyin, yəni niyyətiniz deyil, niyyətin hara mənzil olur. Sən girib duş qəbul edə bilərsən, bu sənin bədənini təmizləyər. Yəni ət olaraq fiziki bədənini təmizləyər. Sən duş qəbul edəndə məsələn, deyə bilərsən ki, niyyət edirəm bu suyun enerjisi ilə, Allahın izni ilə bədənimdəki enerji təmizlənsin. Yüksək yaxşılığıma xidmət eləməyən enerjilər təmizlənsin deyib belə də niyyət edə bilərsən. Məsələn, mən oturmuşam, mənim ayağımda, yəni ayağımın altında burada, palnusda
içi dolu duz var. Mən gündə bir dəfə gəlirəm, ayağımı qoyuram o duza, dua da oxuyuram, dua da dinləyirəm, meditasiya da edirəm, bədənimi təmizləyirəm. Bunları heç olmasa eləyim. Amma artıq təlimdir falan, bəli, yəni baxır o sizə nə təlim lazımdır. Hər təlimi alım. Bəzi insanlar var, gedirlər 30-dan çox, 5-dən, 10-dan çox, 20-dən çox təlim alırlar. Sənə nə təlim lazımsa o təlimi almalısan. Belə, mənim sizə çatdıracaqlarım bu qədər. İnanıram ki, yaxşı oldu, gözəl oldu, eşitməli olduqlarınızı eşitdiniz. Mənim öz şəxsi WhatsApp qrupum yoxdur. Mən yəni nə paylaşıramsa hamısını statuslarımda paylaşıram. Bəlkə də gələcəkdə yəni bir qrup açaram, bilmirəm. Əvvəllər var idi, mən o yoruldu. Rüfət bəy, qüsul almaq yetərlidir neqativi təmizləmək üçün. Baxın, İslamda, yəni İslam deyəndə biraz səhv anlaşılmasın. Dini mövqeyi nəzərdən qüsuldur. Spiritual tərəfdən niyyət edib təmizlənməyə, eyni şeydir onsuz da. Onun adı orada qüsuldur, bu tərəfdə niyyət edib təmizlənməkdir. Bunu bu qədər yəni özünüz üçün böyütməyin. Yəni narahat olun. Qüsul, Allah qüsulu o vaxtı yəni insanlara sən desəydin ki, get niyyət elə duş qəbulində belə elə, deyəcəklər dəlisən. İndiki dövrdə heç bunu qəbul edə bilmirlər. Qaldı ki, o qədimi dövrdəki insanlar. Matriça təlimi zidd deyil ki, arkan nədir? Xeyr, təbii ki, zidd olsa birincisi mən orada olmaram. İkincisi siz arkan 22 major arkandan söhbət gedir ki, bu artıq siz fal baxmırsınız, bir şey eləmirsiniz. Tale matritsası da enerjilərdir. Bunun nəyi zidddir ki? Zidd deyə bir şey yoxdur. Günah deyə ümumiyyətlə bir şey yoxdur. Bunu mən sizə deyirəm. Günah anlayışında qalıb yaşayan insanlar hələ o müəyyən levelə gəlib çatmayıblar. Biraz dini şeydədirlər, inancdadırlar da. Yəni Allahı tanımaq üçün din təbii ki lazım olmalı bir şeydir. Bu da bir inancdır. Hamının öz inancı var, amma günah deyə bir şey yoxdur. Sən özünə verdiyin cavab var. Sən mənfi bir şey bu dünyaya verəcəksənsə, sənə bu dünya mənfini verəcək. Müsbət ötürəcəksənsə, müsbət də sənə verəcək. Cənnət, cəhənnəm yoxdur məsələsi bilirsiniz nədir? Siz cənnət, cəhənnəmi bu gün, bu dərin bir şeylərə gedir. Mən bunu da deyim, yekunlaşdıracağım, çünki oralara gelib çıxmaq istəmirəm. Bu webinarın mövzusu deyil. Siz əgər bu gün cənnət, cəhənnəmi mən öləndən sonra gedəcəm, odda yanacağım və yaxud da gelib taxtazda oturacağım, bulağın böyründə oturacağım, kef eləyəcəm düşünürsünüzsə, onda cənnət, cəhənnəm o cür var. İnsanın cənnəti də buradır, cəhənnəmi də buradır. Sən dedim axı, tək qalırsan, artıq sən o qiyaməti yaşayırsan. Allahın huzuruna çıxırsan, o sənin daxilindəki özünlə üzləşirsən, o qiyaməti yaşayırsan, sorğu-sualı, əziyyət çəkirsən, bax, cəhənnəmin əzabını yaşayırsan. Keçdin, bitirdin, sənin üçün artıq cənnət başlayır, o yüksəlmə dövrü başlayır. Bu mənim fikrimdir. Mənlə razılaşmıyor. Bilərsiniz, təbii ki, siz özünüz bilən məsləhətdir. Sual verirsiniz, mən sizə sadəcə cavab verirəm. O demək deyil ki, mən %100 düz deyirəm. Siz yenə də öz inancınızdır, öz düşüncələrinizdir. Buna artıq özünüz qərar verin. Çünki mən bu dərin bir şeylərdə çox dərinliyə də gedə bilmərəm. Mən balans poza bilmərəm. Bu dərin bilgilərdə yəni artıq çünki təlimdə öyrədirəm. Lazımi sınavlar həyatımızdan çıxanda nə baş verir? Nə baş verir? Yaxşı, gəlin sizə belə bir şey deyim. Bir ay çimməsəz bədən iylənir, narahat olursunuz, qaşınma düşür. Girib çimsəz, duş qəbul etsəz, bədəniniz təmizdir, sanki tezi dolmuşsunuz, rahatlamısınız. O insanlara da bax, nə qədər ki siz həyatınızda saxlayacaqsınız, buraxmayacaqsınız, atmayacaqsınız, bax, elə əziyyətlər çəkəcəksiniz. Həyatda yox deməyi bacarmalısınız, yox deyə bilməyən insanlar, gözünüzü yumun, bir meyvə bağı düşünün, və orada meyvə ağacları var. Adam yox deyə bilmir, demək onun hasarı yox. Gələn ki, o meyvədən qırıb yeyəcək. Amma yox deyə bilirsənsə, sənin artıq hasarın var. Heç kim sənin o meyvədən gəlib sənin icazən, iznin olmadan yeyə bilməz. Baxın, əzabı ilə qorxudur Allah. Əslində, bu yenə də deyirəm, mən bunu dini və spiritual sahəni əlaqələndirib bir
webinar verəcəm, orada dərin bir işlər olacaq. İndi siz ona əzab deyirsiniz. Mənim Allahım mənə əzab verməz. Mənim Allahım mənə o əzabı verirsə də, əzabla məni qorxutsun. Qoy qorx, nə olacaq ki? Əzabı verirsə, mənim inkişafım üçündür. O məni tərpətmirsə. Bax, sizə bir şey deyim də. Bir valideynsiniz da, indi burada əksəriyyəti valideyndir. Övladınız təhlükəli bir yerə addım atıb gedəndə yolu keçmək istəyir, İraq olsun. Maşın gəlib onu az qala vurar da, o qorxu var axı sizdə. Tez qaçırsınız, əlindən də tutursunuz, hələ bir vurursunuz da ki, ay it balası, mən sənə demədim getmə, əlimi niyə buraxırsan? Onu siz zəhləviz gedir deyə vurmadınız ki, sevgidən vurdunuz da, qorxu yarandı. Birdən mənim övladıma nəsə olar. Bunu yaxşılığını elədiniz də. Amma o övlad hələ onu anlamır. Elə düşünər ki, ana mənə vurdu. Allah bizi sevir. Biz Allahı sevirik. Başa düşürsünüz? Allah ona görə deyir. Mən bunu sizə izah eləmək istəyirəm ki, çox deyil mövzu, amma bu günlük, yəni mənim sizə çatdıracağım bunlardır. Nəsə bir fikirləriniz varsa yaza bilərsiniz. Qrupu siləcəm bu qrupu da. Yəni mən qrup saxlamıram, çünki zamanında işlətmişəm, enerjim boşuna gedir. İndi düşünərəm, baxaram, nəsə qrup olsa onsuz da statuslarda falan hamısını paylaşıram. Demiş ki, təslimiyyətə keçməliyiz, uyanış rahat keçsin deyə təkamül təsvir. Yəni, tamamilə deyirlər, Aytəkin xanım. Gəlin bu günlər hamıya deyək ki, təslimiyyətə keçsin. Adam nətər keçsin təslimiyyətə? Necə keçsin təslimiyyətə? Bunu izah edin. Deməyə nə var ki, keçsin təslimiyyətə, ay cəmaət. Adam necə keçsin təslimiyyətə? Adam buraxa bilmir. Adam oradan baş açıb üzə çıxarda bilmir özü. Necə keçsin təslimiyyətə? Elə rahatdır mı təslimiyyətə keçsin? Mən illərdir bu işin içindəyəm. Hələ ürəyim istəyən kimi vav səviyyədə mən təslimiyyətə keçə bilməmişim. Yəni nə yalan deyim. Keçmişəm, təslimiyyətdəyəm. Amma müəyyən yerlərdə arada bir ilişirəm. O da olur. Bu da mənim həyatımdır. Mən də öyrənirəm. Yəni Sərxan bəy, bu başqa bir mövzudur. Yəni kimsə tərəfimizi tutdu, neynədir? Belə əziz insanlar, qoşulduğunuz üçün təşəkkür edirəm. Allah razı olsun. Sizləri necə ki sevgi ilə qəbul etdiyim kimi, sevgi ilə də yola salıram. İnanıram ki, gözəl, möhtəşəm bir webinar oldu və hər biriniz buradan faydalandınız həqiqətən. İnşallah növbəti bu webinarın ardı olacaq. Necə olacaq? Artıq dinlə spiritualizmi qarşılaşdırma olacaq. O barədə də bir inşallah paylaşımlar eləyəcəm Allahın izni ilə. Belə. Mən də minnətdaram. Allah razı olsun. Özünüzə yaxşı baxın. Nə sualınız olsa demirəm. Yazın, çünki mən bu qədər adama cavab verə bilmərəm WhatsApp-da. Vaxtım da yoxdur. Amma təlim almaq istəyirsənsə, bəli, təlim ala bilərsən. Təlimlər çoxdur. Kimə nə təlim lazım olduğunu artıq ya özü təyin eləsin, ya məsələn, məndən soruşursan, mən deyərəm sənə nə təlim lazımdır. Seanslar da öz yerində. Belə Həzan gözün aşın dəyərdir. Təşəkkür edirəm, inşallah yaxşı olacaq. Belə, güclü olun. Yəni, özünüzü güclü olmağa məcbur eləməyin, sonrasında güclüsünüz. Sadəcə gücünüzün fərqinə var. Daxilivizə dön. O, bəzilərinə baş qoşub o, üçüncü gözümü aktivləşdirim, üçüncü gözü epifiz vəzinizi aktivləşdirək düşünməyin. Yəni, bu, o deyirlər, üçüncü göz. Onlar hamısı fərqlilik yaratmaq istəyənlərdir, egonun qurbanlarıdır. Hə, aktivləşdirdi üçüncü göz var. Üçüncü göz bu deyil, baxım nəsə görür. Üçüncü göz daxilindir, daxilivi görə bilmək. Siz insanlar, yaxşı. Belə, onun üçün daxilivizə baxın və ondan sonra da siz daxilinizi görəndən sonra, daxilinizi gözəlləşdirəndən sonra sizin ətrafınızda gözəlləşəcək, dəyişəcək. Belə. Bitdi mənim sözüm. Təlim, seans, yəni o barədə şəxsdə yazın. Mən də istirahət edeyim. Sabahın hansı enerjisi var? Mənim üçün elə bir şey yoxdur. Mənim üçün Allahın hər günü mənə qızışdırırsa, Afət xan, bu mənə qızışdırırsa. Mənim üçün Allahın hər günü gözəldir, hər günü özəldir. Rəqəmlərin enerjisi varmı? Bəli, var. Amma bəzi şeylər var, demək olmur. Bəzi şeylər var, çox insanlara bunu açıb demək də olmur.
deyərəm, kimisə pisləmişdiniz kimi çıxar. Ona görə biz biraz bir cümlə var, deyir şəklə baxmayın, mənaya bax. Şəklə baxma, mənaya bax. Bu da səbəbimsə Mevlanadandır. Şəklə baxmayın da əziz insanlar, mənaya baxın. Yəni biraz insanlar düzdür, beyin nədir? Görsəlliyi sevir, görüntünü sevir. Baxım, hə, məsələn, Rüfət bir video çəksin, bir dənə də baxımlı başqası bir video çəksin. Mövzu Rüfətdə daha dərin olsun, onda dərin olmasın, hamı ona baxacaq. Niyə? Orada görüntü var, axı keyfiyyət var. Biraz bu belədir, bəli. Ona görə çalışın sizlər, heç olmasa bax sizlər mənaya baxan olun. Yəni mənə çoxları deyir ki, seminar verirsən, niyə səhər yeməyi vermirsən? Mənə bu sualı verirlər, çox verirlər. Səhər yeməyi eləyin gələk də. Mən həmin adama deyirəm ki, ay gözəl insan, mən səni yemək yedizdirməyə çağırıram. Mən sənə bilgi verməyə çağırıramsa, gəl otur, bilgi al. Suyu iç, çay iç. Düzdür, axırıncı seminarda gələnlər oldu, o çay söhbəti biraz problem oldu. Amma nəsə, hə, mən də bir il idi, çünki seminar eləmirdim, biraz hazırlıqsız idim. Mən səni yeməyə çağırmıram ki, mən sənə, yəni, bilgi verməyə çağırıram. Bax, neyinir? O şəklə baxır. Yəni, görüntü axtarır. Mən geyim oturum, çəngəl bıçağı alım, qəşəng kəsim, yeyim. Mən, yaxşı, sən yeyəcəksən mənmi, sənin ağzına baxacam. Yoxsa mən yeyəcəm, sənin ağzına. Bu bilgini mən sənə nə vaxt ötürəcəm? Yəni, ona görə əziz və dəyərli insanlar, həmişə mənaya baxın. Siz mənaya baxdıqca özünüz də mənalı olacaqsınız. Tamam? Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, Allaha əmanət olun. Nə ayırdımsa vaxt, nə bilgi götürdümsə halal, xoşunuz olsun. Vaxtınız olar, yadınıza düşər, sabah deyin ki, Rüfətin adından hər hansısa bir heyvana, çöl heyvanına yemək verin, bir tikə bir şey verin. Əla olar, eləməsəz də canınız sağ olsun. Belə, gecəniz xeyrə qalsın, hala, xoşunuz olsun. Allaha əmanət olun, inşallah görüşərik.